Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qızılhacılı qəsəbə sakini Kəmalə Abdullayeva Nissan markalı avtomobili idarə edərkən 2014-cü il təvəllüdlü Zeynəb Bayramovanı vurub. 11 yaşlı qız müxtəlif bədən xəsarətləri alıb. Hazırda vəziyyəti kafidir. Hadisəni törətməkdə şübhəli bilinən Kəmalə Abdullayevanın Goranboy rayon mərkəzi xəstəxanasında həkim işlədiyi bildirilir. Astarada avtomobil ata və az yaşlı oğlunu vurub. Hərəkətdə olan nəqliyyat vasitəsi rayonun Kicrəbə qəsəbə ərazisində 1986-cı il təvəllüdlü Ərçivan qəsəbə sakini Rəhim Rıza oğlu Fəruxovu və oğlu 2022-ci il təvəllüdlü Zəifəni vurub. Hər iki yaralı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti ağır olan az yaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər ona qapalı kəllə-beyin travması, başın açıq yarası, koma, ataya isə burun nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyublar. Az yaşlının vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.